psixoloq olaraq bayaqdan izləyirəm məsələni ki, yəni ümumi olaraq bir fikir bildirim. Burada ən belə acınacaqlı durum uşaqların psixologiyasının pozulmasıdır. Çünki gələcək üçün 3 şəxsiyyət yetişir, amma psixoloji durumları 0 səviyyəsindədir, çox mənfi şəkildədir. Çünki bu uşaqlar zaten atadan yetim qalıblar və günü bugün anadan da yetim qalırlar. Bunlar nə ata, nə ana sevgisini duymurlar. Düzdür, siz yaxşı babasınız, yaxşı nənəsiniz, uşaqlara çox gözəl baxırsınız, sevgi ötürürsünüz. Amma baba sevgisi ötürür, ana sevgisi ötürür. Düzdür, mən ananın tərəfini tutmuram buradakı, anaya tərəf də danışmıram. Sadəcə olaraq uşaq anasının qayğısını, sevgisini görməlidir, az da olsa görməli və heç kimin bu dünyada, bu yaşamda valideyn seçmə hüququ yoxdur. Bizim heç birimiz valideynlərimizi seçə bilmərik. Əlbəttə, yəni ona görə deyən, onların anası o xanımdır. Siz ona şərait yaratmalısınız, yaratdınız, görüşdülər, amma bir baba kimi sizin üzərinizə bir vəzifə də düşürdü ki, ay uşaqlar, mən sizi sabah aparıram ananızla görüşməyə, siz onunla görüşün. Amma siz onlara aşılamamışsınız, deməmişsiniz. Çünki sizin özünüzün gəlininizlə mübarizəniz var. Siz uşaqlarla gəlininizə qalib gəlmək istəyirsiniz. Mən isə